Üçüncü sualdan başlayırıq. Mən bir şey deyə bilərəm. Bu əvəz etməklə burada başlaya bilərik də başlanğıcım, yoxsa Bəli, bəli, başlaya bilərik. 2 ulduz 3 nöqtədirsə, 4 ulduz olacaq 6 nöqtə. Yəni tamam. ikisi yeni 3 nöqtə qoydum. Digər ikisini də yeni 3 nöqtədə qoydum. Evet, Oldu 6 nöqtə. Əgər 3 kvadrat 6 nöqtədirsə, 1 kvadrat da olur 2 nöqtə. 2 nöqtə. Gəlib bax burada cavab necə çıxırdı? 1 kvadrat yenə 2 dənə nöqtə qoysam, bax 1 nöqtə özündə var. Kvadratın birini 2 nöqtə qoydum. Kvadratın birini saxladım, bir dənə də ulduz götürdüm. Bax 3 nöqtə özü də 2 dənə ulduz idi. 3 nöqtənin də yeni 2 dənə ulduz qoyuram. Günəş daha doğrusu. Olur 1, 2, 3 dənə günəş, bir dənə kvadrat. Cavab olur D variantı. Aydın mən. Çox asandır əslində. Nə biz elədik, qoyduq yerləşə. 7-yə kimi varmı? 7-yə baxım, əgər arada qalan varsa, din qayda. 7-ci sual. Bax, ümumiyyətlə bir çox sualın həllinə baxın, gör necə gedəcəm. Sən də sizə demişdim, əvəzləmə gördünsə saxlama, əvəz elə getsin. Bunu konkret olaraq yadda saxlayın. 3KOD-dirsə, 3K-nı silib yerinə OD-ni yazsam, KOD 3 O'ya bərabərdir. Onun biri gedir. KD bərabərdir 2 dənə O'ya. KD 2 olsa burada gəlin aşağıda KD-nin 2 dənə onu qoyuram. Sağ olur O, Öyle ama O, K. sen Necə? 2 dənə onu qoydum, cavab çıxdı. Bu qədər. 8. Və yenə birinci ixtisarlarımı aparıram. Ulduz buradan getdi. Bu fiqur da buradan getdi. Və bunu adlandıraq da buna A deyək. Bax burada diqqət elə. 1A, yəni bir dənə bu fiqur 2 dənə ulduza bərabərdirsə, biri ikisinə bərabərsə, ikisi də 4-ünə bərabərdir. Olur 4 dənə ulduz. O bir tərəzi ehtiyac qalmadı. Cavab çıxır D variantı. Problem var. Nə? 8-dən sonra. məndə 20 var idi mənim. 25 var burada. 15, 10. 10, 12. 10-cu suala baxaq. 10-cu sualda. Bax burada. Yəni bax birinci bunları adlandırsam. Niyə görə adlandırıram? Çünki fiqurları əvəz edib yerinə fiqur çəkməlisi elə bunu adlandırır, rahat həll eləyək də. Bunlara A deyək, bunlara B deyək, bunlara da C deyək. Buna A dedik, buna B dedik, buna da B dedik. Bizdə nə soruşur? A, B-ni istəyir. Bax A, B bərabərdir 5 dənə C-yə. 4 dənə C də bərabərdir A, B, B-yə. Bax yenə eyni şey deyirəm. Əvəz etmə gördünsə əvəz elə, saxlama. 4 C-ni yerinə gəlin yuxarıda A, B, B-ni yazıram. A-nın biri getdi. B-nin biri getdi. A bərabərdir B, C-yə. Gətir A-nın yerinə də B, C-ni qoy. Olsun B, B, C. 2 dənə bu fiqurdan. Bir dənə də bu fiqurdan. Cavab olur D variantı. Bu qədər. 12. 12 baxaq. 12-ci sualda əslində burada 2 dənə cavab çıxırdı. Birincisi baxan kimi çıxır elə avtomatik. Bax, elə birinci tərəzdə bunu bir dənə atan kimi 2 dənə romb bərabər olur. 2 dənə bu fiqura. Cavab olur C variantı. Bax, baxan kimi görünür. Bir də burada bu fiqur özü də 2 dənə romba bərabərdir axı. Bu fiqurun yeni 2 dənə romb da qoysaydıq 3 dənə romb olardı. Yəni Y variantı düzgün cavab. Bu sualda problem vardı. C də düzdür, Y də düzdür. Yəni imtahanda belə şey olmur təbii ki. İndi burada bu sualda Ben problem C var. C də düzdür, Y də. yazmıştım.
Cavabda E çıxıb ona görə. E də düzdür, Y də düzdür, ikisi də düzdür. Hı. Sonra 14. 14-də. Hə, 14-də çox güman ki, cavabı 2A almısınız. Görmüş variantda yoxdur. 2A dil özü OD-yə bərabərdir. Cavab Y çıxırdı oradan. Bax. OD 2A'ya bərabərdir. D AO'ya bərabərdir. Gətirib D'nin yerinə AO'nu yazsam. Bax burada. O, A bərabər 2A alırsan. A'nın biri gedir. 2O 1A'dırsa 4O'da olacaq 2 dənə A. Bax, ikisini 1A, ikisi 1A. Olur 2A. 2A variantda yoxdur. 2A'nın yerinə də OD yazır. Fənziyyən var. Cavab olur Y variantı. 15'e baxaq. 15'te babaları adlandırsam yine buna A desəm, buna B desəm, buna C desəm, buna A, B, B, bu fərqli fiquru D desəm, bunlara C desəm, bunlara da D desəm. AB bərabərdir C-yə. A, B, B, D bərabərdir 2C-yə. Bizdən 2D-ni soruşur. Əvəz etmə gördünsə əvəz elə. C-miz AB-yə bərabərsə gətirib hər C-nin yerinə AB-ni qoyuram. AB, BD bərabərdir. AB, AB. A'nın biri getdi. B'nin biri getdi. B'nin ikincisi də getdi. D bərabər A almadın. D A'ya bərabərsə 2D'nin 2 dənə A'ya bərabərdə. 2 dənə bu fiqurdan olsa mənə kifayət eləyir. Bu da bax B var. Söh, bitdi getdi. İndi harca bir 6-7 dənə sual baxdıq. Hamısında ancaq əvəz eləmiş elə ki. Sualların 8 dənə demişdim. Bir 70-80% əvəz etmə cavabı çıxırdı. 70-80%. Yəni. 17. Yenə əvəz eləyəcək. 17-ci sualda. Və burada 2D 4 dənə T'dirsə, 1D eləyir 2 dənə T. Gəlirəm burada 2 dənə T'nin yenə bir dənə D'ni qoyuram. 3K olur 1D. 3K 1D isə D'nin də yeni 3K'nı qoyuram. 2O 4 dənə K'ya bərabərdirsə, 1O da 2 dənə K'ya bərabərdir. Cavab olur C variantı. Sonra 20-yə baxa bilərik mən. 20. Yeni biraz çətin idi. 20 bana necə həll olacaqdı? Bax onu göstərim sizə. Bax sadə bir şey deyirəm. Bax mən bunları demişəm ki, alt-alta cəmlər bərabərdir. Biri demiş ki, çarpaz cəmlər bərabərdir. Düzdürmü? Məsələn bax, Aha. sadə bir şey deyirəm. 2 kilo, tutalım 2 kilo buradır. 3 kilo, 3 kilo buradır. 5 kilo, 5 kilo buradır. Və biz nə demişdik? Alt-alta cəmlər üçü də bərabərdir. Yəni ikisi də bərabər, üçü də olsa bərabər, fərqi yoxdur. 2, 3, 5-in də cəmi 11 kilodur. 2, 3, 5-in də cəmi, daha doğrusu 10 kilodur. Onunla bərabərdir. Bunu ziqzaq da toplaya bilərsən. 2, 3, 5-in də cəmi 10-dur. 2, 3, 5-in də cəmi 10-dur. Tarazı pozulmur yəni. Və əlavə olaraq bunu bu formada toplamaq olar. 2, 3, 5 kilo, 10 kilo eləyir. 2, 3, 5, 10 eləyir. Yəni bu formada da toplasan cəmlər yenə bir-birinə bərabər olur. Fərqi yoxdur. Həmən onda bir hissəni elə promoyu da aşağı toplasam da eyni şeydir də. Hə, indi mən də burada promoy cavaba gedəndə bax bu formadan istifadə edəcəkdim. Bu səbəb nədir? Çünki bax burada B-lər bir yerdədir. Burada da bir dənə T var. Mənə də 4B 1 T-ni soruşur. Ona görə forma toplayacağam ki, B-lərlə T-lər bir yerə gəlsin. Və bu formada toplayacağam. Bərabər edəcəm. 5B 2A K K T bax. B, B, B,
B, B, A, A, K, K, T beraberdir. 4 tane A, 3 tane K, A, B'ye. B'nin biri gelir. A'nın ikisi gelir. K'nın ikisi gelir. 1, 2, 3, 4 B, 1 T beraberdir. 3 tane A, bir tane K'ya. Cevap olur şey variantı. Yəni bunu rəqəmlə qoyub gedə bilərsən. Rəqəm qoyanda kəsr alınırdı, amma yenə cavab çıxırdı, fərqi yoxdur. Yəni bunu başqa formada əvəz eləməklə də gedə bilirdin, fərqi yoxdur. Birinci, üçüncü topu yenə çıxa bilərdin. Prosta uzun gedirdi həmin qaydalar. Promosiya cavab aparan qayda bu idi. Promo cavaba çağır, çarpı birbaşa. Aydın müəllim, çox sağ olun. Buyur. 21. 21-də bax, əvəz etmə gördün, əvəz elə. Və yaxud da bax, rəqəm də qoya bilərsən. Bir yada rəqəm etmək, rəqəm qoyma eləmək, bir dənə rəqəm qoyma elə, fərqli metod. Ümumiyyətlə yadda saxla. Harda ki bir fiqur, bir neçə fiqurun asılıdırsa, rəqəm qoymaq həmişə ən əlverişlisi olur. Məsələn, bu sual tiplərində. Ya dairənin yerinə 3 dənə x-i qoyub yenə cavab çıxardarsan, ya da rəqəm qoyarsan. X-lara 1 qoysan, dairə olur 2 kilo. Dairələr 3-dürsə, romb olur 2 kilo, 6 eləyir. X1 dairədə 3. 4 kiloda variantlardan baxıram. 2 dənə rom deməli, yəni 2-dən 2 deməkdir. Cavab olur 4, 4. A variantı. Çox sağ olun müəllim. 21-dən sonra 24. Əvəz etmə gördünsə, əvəz elə. F, P, R, R. F-lər yenə P, R, R qoyuram. R, R, P, P, P bərabərdir. F-in yerinə yazıram P, R, R. O bir F-in yazıram P, R, R. İki buradan gedir, 2 buradan gedir. 2P buradan gedir, 2P buradan gedir. 1P bərabərdir 2 dənə R. Cavab olur D variantı. Bir dənə əvəz etməklə cavabı çıxartdıq. 25. Əvəz etmə gördünsə əvəz elə. M bərabərdir KKL. M-i yerinə silirəm KKL yazıram. 2K buradan gedir, 2K buradan gedir. 1K bərabərdir 1, 2, 3, 4 dənə elə cavab olur C. Bu qədər. 27. 1 kvadrat 2 dənə bu fiqura bərabərdirsə, 2 dənə bu fiqurda 6 dənə buna bərabərdirsə. Bax, 2 dairə 3 dənə belə deyil, ovala bərabərdirsə, 4 dairədə 3, 3, 6 dənə ovala bərabərdir. Bunun ikisi də 1 kvadrat deyil. İkisi 1 kvadrat. İkisi 1 kvadrat. İkisi də 1 kvadrat. Cavab olur 3 dənə kvadrat C variantı. Sonra 32 kimi var suallar. 28'e bakalım. Ya burada bir tane bu figürden bu figür ixtisar gedir. Sonra bunları adlandırsam A, B, C, C, C. Bunlara C, 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 C desem. Bunlara D, D desem. Bax, əvəz etməkdən də cavab çıxır. Bax, 3 yerinə A, B-ni qoyub yenə cavabı çıxardı. Fərqi yoxdur. Gəl rəqəm qoyub bu səfər də fərqli metodlarını da yoxlayaq. Bax, 4 dənəsi bunun ikisinə bərabərdirsə, yenə ürəyindən keçən bir rəqəmi qoy. Məsələn, bura birləri qoysan, 4 edir, bunlar 2 qalır. Bu 2. Bunu yenə 1 qoysan,
3 kilo, 2 kilo, bura qalır 1 kilo. Bax, bu sualı uşaqlar verir 28-ci sual çatanda. Bunu mən əvvəldə demişəm ki, müxtəlifləri eyni qiymət ala bilir, problem yoxdur. Yəni telefondur, nə bilim qələmdir, hamısı bir-birinə bərabər olur, problem yoxdur. Aşağıda sənə nə istəyir? 2 plus 1, yəni 3 kilo. Variantlardan gör hansı 3 kilo olsa götür getsin. O da bax 3 dənə telefonda arasında 1 kilo versəm olur 3 kilo. Cavab olur A variantı. Müəllim, bunu rəqəmsiz necə yaza bilərik? Nə vəziyyətmi ilə? AB bərabərdir 3C-yə, 4C bərabərdir 2D-yə. Hə, burada bizə nə istəyirdi? D deyildi, bu B-dir. Bunu savadlandırmışam, buna bax. Bax, bunları sildim. Buna A, buna B dedim. Bu da eyni figurda, bu da B'dir. AB bərabərdir 3C-yə, 4 dənə C də bərabərdir BB-yə. Gəlib 3C-nin yerinə AB-ni qoysam, B-nin biri gedir, AC bərabərdir B alıram. Bizdən nə istəyirdi? B, A-nı istəyirdi. B-nin yerinə AC qoysam, cavab olur A, AC. A, AC variantlarda yoxdur, olmasın da nə olacaq? Yuxarıda da B-nin yerinə AC-ni qoysam bir dəfə. A, B-nin yerinə qoyuram AC bərabərdir 3 dənə C-yə. Burada C-nin biri gedir, 2A, 2C isə 1A, 1C bərabər idi. Yəni, burada da C-nin yerinə A qoysam, cavab həmin 3 dənə A çıxırdı. O da olurdu A variantı. Sağ olun müəllim. Yox. Müəllim 30-a da Sonra baxa bilərik. 30-a baxaq. Birinci vəziyyətimə görə əvəz eləyəcəm. C2 K-ya bərabərsə C-nin yeni 2 dənə K-nı qoyuram. Cavab olur K, K, L. Sonra başqa əvəz olunacaq bir şey yoxdur da. İndi alt alıb toplamada çarpaz tutmuna kömək almalıdır. Məsələn, alt alıb toplasaydım K, L, 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 K, B bərabərdir A, B, A ilə. B getdi, L getdi. K, L, K, L 2A-dırsa 1 K ilə KL bərabərdir verir. 1 A. Bəli. K nəyə bir dənə A qoyacam, cavab olacaq K, A, D variantı. Atış 33. Tarazda nöqtəsindən sola sağa doğru sayıram. Hansı xəttin üzərində çəki daş varsa, həmin çəki daşına vurursan ağırlığı tapmaqdan ötürü. Birinci tarazı nöqtəsindən sola doğru say. 1, 2, 3-cü xəttin üzərində 4 kilo çəki daş var. 3 vururam 4 edir 12 kilo. Sağa doğru sayıram. 1, 2, 3, 4-ün üzərində x kilo var. 4-də nəyə vursam 12 eləyər, 3-ə vursam. Yəni məsafə ilə qolun hasili bərabər idi. Bura 12-dirsə, deməli burada 12 olmalıdır. 4 vur 3 deməkdir o da. Deməli bura 3 çatmır. Cavab olur 3. 33 də eyni qaydada. Tarazı nöqtəsi 0-cı nöqtədir. Buradan başlayıram saymaq. Sağa doğru sayıram. 1, 2, 3, 4, 5. 5 vur 6, 30 eləyir. Sola doğru sayıram. 1, 2. 2 nəyə vursam 30 eləyir? 15-ə. Deməli burada olur 15. C variantı. Müəllim, burada 29-a da baxa bilərsiniz. 29. Əvəz etmək. Hamısı əvəz etməlidir. Hamısı. Bax, bu da getdi. İxtisar. Bu da ixtisar getdi.
Buna A desəm, buna B desəm, buna C desəm. Buna C desəm, buna A desəm. Bizdən 3 dənə A-nı istəyir, düzdürmü? A, B 2C'dir. C 2A'dır. Gəlib yuxarıda C-lərlə bax A-ları qoysam əvəz edirəm. AB bərabər olur. C isə yəni AA. A-nın biri gedir. 1B bərabərdir 3 dənə A-ya. 3 dənə A bərabərdir bir dənə B-yə. Doğru cavab oldu. C variantı. Adına çox sağ ol. Buyur. Sonra 33-dən sonra 41 var idi mənim. 36. 36-da. Yenə məsafənin qolları hası bir-birinə bərabərdir. Bax, prosta məsafənin hasıla. Məsələn, burada biz necə əldə edirdik? 9-u vurdu 5-ə, sualı vurdu 15-ə. Yəni, mənə tarazı nöqtəsindən bura kimi olan məsafə lazımdır. Ona görə mən də bax, bu tarazı nöqtəsidir. Buradan 8-ə kimi olan məsafə lazımdır mənə. O pişi 6-dır. İkisi bura düşürsə, bura 4 qalır. Deməli, buranın çəkisi olacaq 4 vur 8, 32. Sağ tərəf baxıram. Bura 32-dirsə, bura da 32 olmalıdır. O da 16 vur 2. Deməli, buradan bura 16 kilo, 16 metr olmalıdırsa, 4 metr də buradan burada olur 20 metr. Həm bu kənardakı rəqəm bizi çaşdırır. Bura olmalıdır 20 metr. Başqa kütle kimi suallar varmı? Birə baxaq. Birinci sualda. Və burada A-nı 120 kilo verib. Hop, bura 120 kilodursa. Bölünür 60 bura, 60 bura. Bulaş 60 bölünür 30, 30. Hələ burada işim yoxdur sağ tərəfində. Çünki burada ortadan bir dənə düzbucaqlı asılıb. Mən o düzbucaqlının çəkisini həmişə oranı hesablayanda qolların üstünə gəlməliyəm. Bu nə deməkdir? Birinci bax sol tərəfdəki 30-ları həll eləsəm və buranı həll eləsəm. Ha belə deyim də. Bunlar olsa bir-birinə bərabərdir. Bunları saymasam. Düzbucaqlar bir-birinə bərabərdir. Bunları saymasam. 2 dənə dairə bir dənə düzbucaqlıya bərabərdir. Yəni belə deyək də. Dairənin çəkisini x kiloqram götürsəm, düzbucaqlı olur 2x. Dairəni x götürsəm, düzbucaqlı olur 2x. Yəni bir sözlə x, 2x. 5x bərabər 30-dur, x bərabər də 6-dır. Deməli, burada dairənin çəkisi olur 6, 6, 6, bu olur 12. Bu olur 12, 12, 12, bu da edir 6. Bura kimi problem var? İndi buradakı bu düzbucağın 12 olmağı o deməkdir ki, bax, bu 60 gəlir, 12 kilosu buradadırsa, 12-ni çıxırsan yerdə qalır 48-i. 24, Həmin 24. o 48-i sol qoyur. Bura düşür, sağ qolu bura düşür. Ben yenə deyirəm. Ortadan asılan 12 o deməkdir ki, bu 12-nin axırda iki tərəfin cəmin üstünə gələndə 60 verməlidir sənə. Deməli, bunların cəmi 48 üstünə 12 gələndə 60 eləyib. Şu. Bura olur 24, 24. Bölünür 12, 12. 4, 4, 4. 12, 12. 3, 3. 6, 6. Şu. 24, 24, 48. Bu da 12 eləyəcək 60 kilo. Şu. Başqa suallar var. Desin qeyd etsin, baxaq. Birdən sonra. 39. 39. Kaçtı? 39 niye? 39'da ver bak aşağı özü. Burada 13'dürsə, olur 26 kilo. 26, 26 olur 52 kilo. 52, 52 bölür 104 kilosu.
Götür. Sonra 39, 41'e baxdı. 49-a kimi? 43. 43-də yenə figurun birini verib bu işimi iki kat asanlaşdırır. Və bu kvadrat olmalıdır sənə. Və bu figurda. Bunları kimi versəm 6, 6. Birləşib olur 12, 12. Bölünür 6, 6. Diqqət elə. Bax, bir dediyim kimi. Burada bu dairə 6 kilodursa, deməli bu qolun çəkisini tapanda 6-nın üstünə gələsən. Yəni 12, 12, 24 üstünə 6 gələndə 30 eləməlidir. Yəni bu qolun çəkisi 30 edir. Bax 12, 12 tərəflər topunun üstünə 6 gəldi, belə də 30. Bura 30-sa bura da 30-dur. Bölünür 15. 7 onda 5, 7 onda 5. Burada olur 15. Burada bax eri də tapanda yenə bax görsən ortadan bir dənə də 6 kilo asılıb. 30, 30, 60 edir. Üstünə 6 kəndə eri olur 66 kilo. Doğru cavab olur. Erin yerində 66. Neyse yeni qoyub hesab edirsiniz. Ciddi. Sualım var. Burada bölmək lazım olsa rank bölünür 300. Bu da bölünür 1 onda 5, 1 onda 5, 1 onda 5. 9-a kimi sualla qeyd edəsən baxaq. Neçədir? 4. Anın özünü verib 80. A 160-dırsa bölünür 80, 80. 80 bölünür 40, 40. 20, 20, 20, 20, 20, 20, 10, 10, 20, 20. Bax burada bizə nə istəyir? Birinci üçbucaq tapaq. 5 dənə üçbucaq 20 kilo olsa deməli bir dənə üçbucaq 4 kilo eləyir. 2 üçbucaq 2 vur 4 8 eləyir. 3 dairə 3 dairə neçəyə bərabərdir? Bax. 13 dənə dairəsi bizdən 3 dənə dairə istəyir. Burada qoyuram 10 kilo. Kvadratına yenə qoyuram 20 kilosu. Bitdi. Tapıyorum gedir. Müəllim, olar bir dəqiqə. Mən bu sualı Buyur. siz gətirdiyiniz dərəcəyə qədər hamısını gətirmişəm. Sadəcə problem ondaydı ki, 3 dairəyə bir dənəsinin qiymətini götürməliyik də, orada 10 verilib. Bizdə mini qiymət istəmirik. Bizdə 3-ün opsi cəmi istəyir. 3-ün opsi cəmi 10-dur da. Mən yenə bunun ayrı neçə olduğunu tapaq. Hə, yəni ora qədər gəlmişəm. O hissədə dayandım əslində. Hamısını gətirmişdim doğru şəkildə. Yox, bizdən istəmirsən, problemi yoxdur. Hə, yaxşı. Amma orada aşağıda üçünün cəmini yazıb, düzdür. Amma yuxarıda üçünün vurulmasını istəyir də. Üçə Vurma deyil o. vurulmamış. 3 tərəzidə burada vurma söhbəti yoxdur. Bu vurma deyil. 3 dənə dairə nəzərdə tutulur burada. Hə, başa düşdüm. 4-dən sonra 49 var. 49-a baxaq. 49-a bax, ən kiçik qoldan başlayıb istədiyim bir rəqəmi qoysaq. Bu arada kimsə dərsdən çıxanda zəhmət olmasa məlumat versin. Nə səbəbə çıxdı. Şöyle qabaqda dərslərimiz var 4 dənə. Dərsdə yəni çıxma olmasın çalışan axıra qədər. 49-cu suala baxırıq. Və burada üç bucaqlar bölünə-bölünə gedir. Burada bax, ən kiçik qoldan başlasam, bunun birini 1 kilo götürsəm, bunun birini 1 kilo götürsəm. Yəni bir götürməmin səbəbi nədir? Fərqi yoxdur. Nə istən çəki daş qoy. Özünə ixtiyari bir rəqəm var, fərqi yoxdur. Ən rahatın yolunu deyirəm. Ən rahat 1 götürdün ona görə. 1 burada birləşib olur 2 kilo, burada olur 2 kilo. 2 2 olur 4 kilo, burada olur 4 kilo. 4 bölünür 2 2, 4 birləşir olur 8. Bura 8 ise burada 8'dir. 8 bölünür 4 4. 4 bölünür 2 2. A olur 2, B olur 2, C olur 4, D olur 2, E olur 2. Aşağıda yeni qoyub hesablasam 4 çıxılsın F yəni 2. Çıxılsın H yəni 1. Üstə gəl Y yəni 2. Çıx G yəni 1.
İşte gəl A-yə 2. Bunları hesablasam 1, 3, 1, 4 edir. Burada hansı hərfdir 4 olan? 8-i. Z hərfi. Sonra 50. 50-ci sualda mahiyyət nədir? Bu 50-ci sual bir növ linç tərəzilərdir. Prosta linç tərəzilərin biraz daha fərqli formasıdır. Burada bu linç tərəzilərində biz bilirik ki, yəni necə hesablayırdıq? Sola sağa doğru sayırdıq. Hansı xəttin üzərində çəki daş varsa, həmin çəki daşına vururduq, düzdürmü? Bu da A-nı mənə 3 veribsə, 3 kilo, 3 kilo olur 6 kilo. Burada olur 6 kilo. Yəni o pişi tərəzinin cəmi 12 kilodur. Yəni mənə o pişi tərəzinin çəkisi lazımdır. Yəni ayrı-ayrı neçə yerə bölünür, mən maraqlı deyil. O pişi tərəzinin çəkisi 12-dirsə, indi buranın o pişi kütləsi olacaq bax 1, 2, 3 vur 12, 36 kilo. İndi bizə deyir ki, D-nin ala biləcəyi ən böyük qiymət tap. İndi keçirəm bu tərəfə. Burada mən D-nin ala biləcəyi ən böyük qiymət axtarıramsa, ilk olaraq F-ə ən kiçik qiymət verməliyəm. Çünki bax bunu hesablasan, 1 vurulsun D plus Y. Çünki D məsələn 5-dir, Y də 5-dir, o pişəcəm 10 olur da. 1 vurulsun D plus Y. Üstə gəlinsin. 1, 2, 3, 4, 5 vurulsun F plus 2. Bərabərdir. O neçəyə? 36 kilo. Buradan D plus Y bərabərdir. F plus C'nin yerinə. Bax burada F ilə C'nin yerinə qədər kiçik qiymət versəm, D ilə Y bir o qədər çox qalacaq. Çünki F bunu ilə 5-ə G-yə vuramaq eyni qiymət vermək olur. İkisi də eyni qiymət versə olur, yoxsa yox, olmaz. olur. Olur. Niyə olmur? Burada A-nın B-yeni vermişiksə. Necə Hə, var? onda məsəl üçün 1-1 ya da 0-0, yox, 0-dan fərqlidir 1-1 məsələn. Maksimum deyir də. Mən ona görə D-yə maksimum axtarıramsa, digərinə minimum götürəcəm ilk olaraq. Birinci F ilə G-ni minimum götürəcəm. Ən böyüyünə deyirsə, ixtiyari qiymət qoymaq bizi cavab aparmır axı. Ona görə mən burada D ilə Y-ni yox, ən kiçik qiymət F-dən G-ni götürəcəm ki, D-yə maksimum qalsın. Burada götürə Hə, biləcəyim ən kiçik qiymət 1 qiymətidir. hə, onu deyirdim elə. F ilə G-yə 1 demək Hə, istəyirdim. F-dən G-yə bəli 1 verirəm. 1, 1 olur 2 kilo. D-Y də bərabər olur. 36 çıxılsın. 5 vurulsun F plus 2. Yəni 5 vur 2, 10. Edir 26. Deməli, D ilə Y-nin cəmi 26 olmalı. Taz 13 düşür, bura 13 düşür. Məsələn, bunu hesabla indi. Normal qayda ilə. 13 kilo, 13 kilo oldu 26 kilo. 1 vur 26. Üstə gəl 1, 2, 3, 4, 5. 5 vur 2, 10. 26 üstə gəl 10 deyilir, 36 həqiqətən ödəyir. Deməli, burada D-nin alabiləcəyi ən böyük qiymət 13. Sonra 52 məndə 52. sual idi. Əslində yazmışam. Prosta cavab variantlarda tap yoxdur məndə. Eyni fiqurların eyni, fərqli fiqurların isə fərqli bir rəqəmli ədədlər ifadə olunur deyir. Bir rəqəmli deyirsə 0-dan 9-a kimi. 0 da var ki, bunun içində. 0 da bir rəqəmli ədəddir. Və burada qoldan başlayacağım. Və bu qoldan. Burada bir trapezi 3-dən ulduza bərabərdir. Burada bir trapezi 2-dən 3 bucağa bərabərdir. Yəni 3 ulduzun 2 3 bucağı bir-birinə bərabər deməkdir. Burada da 3-ü ikisinə bərabərdirsə, birini 3 qoyaq, birini 2 qoyaq. Yəni 3-ü ikisinə bərabərsə, 2-ni qoyaq bura eləsin 6 kilo. Burada səhvimi gördüm hemen. İstəyirsiniz baxmayaq bu saniyyə başqasında deyilsiniz. Yubaq adamsı başlamışıq. 2-ni verirəm, bura eləyir 6 kilo. Bura düşür 3 3. 2 getdi, 3 getdi, 6 getdi. 6 6 birləşir 12 kilo. Burada da 12 kilo. Birləşib eləyir 24 kilo. Burada eləyir 24 kilo. Bölünür 12. 12 bölünür 6 6 6 6. Bura 2-dirsə, bura 4 qalır. Sonra burada 3 bucaqlar 3 3 3 6 eləyiriksə 0 qalır. 0 da getdi.
Sonra mesela bak burada pilotu 4 tapırsansa bura 24, 24, 48 birleşir. 8 bölünür 24. 24. O da bölünür 12. 12. Bura 4 ise bura 8'dir. Bura 3 ise bura 9'dur. Bura 3'dürsə 0 var. Bak burada dikkat O eləsən. 0 deməli mənə. Nə? 0'da ha. O 0. Necə? Elə onu deyirdim mən. Deyirdim o 0'da X. 0'da 0 yazmışım elə bunu. Kursu 6 yoxladı 0 idi böyle. Burada da baxıram ki bir günəşlə bir ulduz 12 kilo eləməlidir. Əlimdə qalan rəqəmlər 1, 5, 7-dir. Bax burada da 8, 9'a burada istifadə olundu da. Burada artıq mən bu fiqura verə biləcəyim rəqəm cəmi 12-dirsə 5-dən 7-dən alıram. Amma mən buna 7 verməsəm ki, burada 7 ödəməyəcək, problem yaradacaq. Ona görə buna 5 verirəm ki, 5'in üstünə 1 gələndə 6 eləsin, 5'in üstünə 7 gələndə 12 eləsin. Heç bir problem yaramaz. Sonra 52'dən sonra din suallarınıza baxaq. 53. 53-cü suala baxaq. 53'də yenə bax. Eyni fiqurlar eyni, fərqli fiqur fərqli bir rəqəmlədirlər uyğunda. Bir rəqəm isə 0-dan 9-a kimi düzürəm. Burada baxıram yenə ən uzun qola. Bir dənə ürək. Buradakı bax bu 3, 5, 7, 8 dənə fiqurun cəminə bərabərdir. Yəni bir dənə fiqur 8 fiqurun cəminə bərabərsə, deməli bu qolu bacara bildiyin qədər kiçik götürməlisən ki, tarazlıq yarada biləsən. Gəlirəm ən kiçik rəqəm 0 verirəm 5 bucaqlara. Bir dənə 2-ni verəcəm bu x-dan dairəyə. Hansına bir, hansına 2 verim. Bax bu ikisinin tarazlığına diqqət eləyin. Yəni monster işarə 2 qolda var da. Bunu nəzərə almazsan 2 dənə x, bir dənə dairə bərabər imiş. Ona görə 2x bir dairədirsə mən dedim, bax ya bunlardan birinə 1, birinə 2 verək. X-lara 1 verəcəm ki, bura 2 qalsın. 1, 1, 2, 2. Bura 3 qalsın. Все. Hamısını düzəndən sonra bura olur 9 kilo, bu da olur 9 kilo. 9, 9, 18, burada olur 18, bölünür 9, 9. 36, 36, bölünür 18, 18. 9, 9, 9, 9. Sonra baxıram 1, 1, bura düşür 7. Bunlar onsuz da 3 idi. Bu fiqurda x əgər 1-dirsə bunlar 4-dür. Və nəhayət gəldim bax bura. X 1-dir. Bu ayparı 2 plus 7, 7-dir. Bura 3-dür. Buranın da o pis 8, 36, 36, 72 bölünür 36, 36, 18, 18, 18, 18. Yəni bura diqqətlə baxsan, bu iki dənə ulduz iki tərəfdən də asılıbsa, o deməkdir ki, hər birinin çəkisi, məsələn, ikisinin toplam çəkisi 10 kilodursa, 5-i sol qolun payına düşür, 5-i sağ qolun payına düşür. Yəni o pis çəkisi nə qədərdirsə, onun yarısını sola, yarısını sağa ayıracaq. İndi burada da 18, 9. İkisinin asılıb, yəni 27 olmalıdır. 9, daha doğrusu 1, 7, 2. 9 bu da 1. 10 kilo var. Bu da 1. 11 var, 16 çatmır. 16'ını da almaq istəyirəmsə 8-dən 8-dən istifadə edəcəm. Yəni bu da 8-dir, bu da 8-dir. Da bölürəm. 8, 8, 16 yarısı düşür bura. 7, 3, 8 düşür bura. Bu da oldu 18 kilo, bu da oldu 1 plus 8, 9 kilo. Şu. Problem var.
Əla. 53-dən sonra deyin suallarınızı. 55. 55'te. Yine eyni figurlar, eyni fərqli figurlar fərqli bir rəqəmdədirlər ifadə olunub. Bir rəqəmdədirlər kənardan düzürəm. 0-dan 9-a kimi. Hardan başlayacağım? Bax, burada bir dənə qara dairə 5 dənə figurdan ağırdır. Həmin ağır olan o qara dairə isə digər tərəfdə bir dənə qara üçbucaqdan kiçik tərəfə keçir. Deməli, mən bunu bacara bildiyim qədər kiçik götürməliyəm ki, ondan böyük bir figur səki daşı olsun yəni. Bu da gəlirəm, ən kiçik rəqəmləri sıfırları bura versəm, əlimdə olan kiçik rəqəmlərdən. 1, 2, 3-ü də bunlara versəm, 6 kilo eləyir. Altdan da ağır səki daşıdsa, bura 7 qoyuram. Dairə 7-dirsə, 7-nin yanına mütləq 1 qoymalıyam ki, 8-dən ağır səki daşı olsun. Çünki bilyard tərəf çökən tərəf ağır tərəfdir. Mən 7 yana başqa bir səki 2 qoysam, 9-dan ağır səki daşı yoxdur. Ona görə 7 yana 1 qoyacağım ki, 8-dən ağır 9 olsun. Kvadrat oldu 1. Bunlara qaldı 2 ilə 3. 1 getdi, 7 getdi, 9 getdi. 2 ilə 3 də bunlara verəcəm. Bunlara getdi. Sonra bu tərəziyə gəldim. İkisi birinə bərabərdirsə, yerdə qalanlardan ancaq 4, 4, 8 ötür o temanı. Bu da getdi. Gəldim bu tərəziyə. Bax, sadə məntiq. Qara ulduz ağ üçbucaqdan ağırdırsa, 3-dən 2-dən ağır olan 3-ü verirəm, yüngül olanı 2 verirəm. Sonra əlimdə qalan rəqəmlər 6 ilə 5 idi. 6 ilə 5-dən ağır olan tərəfə 6-nı verirəm, yüngül olan tərəfə 5 verirəm. 9 kilo ağırdır, 7 kilodan vəsyo tarazlıq düzəlir. Heç bir problem yoxdur. Çətinlik var. Müəllim, qara ürəyi niyə vermədik? Hə? Qara ürəkləri niyə bir vermədik? Qara ürəklərə sən 1 versən, bunları gəlib 0, 2, 3 götürsən, ən kiçik ehtimalla nəzərdə tuturam da. 2, 3, 5, 1, 6, 1, 7 eləyir. 7-dən ağırsan gəlib burada 8 götürərdin. Mən bu qara dairəni 8 götürsəm, 8-in yanına nə qoymalıyım ki, onun ağır çəki daşı olsun? 0 qoya bilərdik də. 0 Bax, işlətməmişik. gəl baxaq, 0-ı bura qoydun tam düzdürmü? Kvadratın yerinə. 0-ı bura qoysaydın. Yəni onsuz heç bunu bizdən tələb eləmirdi. 2 ilə 3 qalacaqdı bura. Yenə eyni şeydir. 3 gəl düşəcəkdi buna, 2 düşəcəkdi bura. 6 ilə 5-dən 6 düşəcəkdi bura, 5 düşəcəkdi bura. 9 kilo ağır olacaqdı, 7 kilodan. Yəni biz ən minimum ehtimalla gedirik. Buna 1 də versən, 0 da versən, burada 3, 6, 9 bura eləyir, 2, 5, 7 bura eləyir. Sonra Müəllim, bəs sonda toplama çıxma eləyəndə bu fərqi yaranır yoxsa yox? eyni cavab çıxacaqdı. Hə. Yəni orada qoysam belə alan variantlardan biri olacaqdı cavabda. Məsələn, bax, sadə bir şey deyirəm. Bunu tutalım 1 götürsən, məsələn, bax, bunu 1 qoyanda bu 7 oldu. Bunu 8 götürsək bu 0 olur. Cəmi bir təsvir eləmək 7 plus 1 də 8-dir. 8 üstə gəl 0 da 8-dir. Hə, başa düşdüm. Çünki əməlləri yan-yana qoyublar deyə təsir eləmirdi, amma başqa fərqli əməl olsaydı təsir eləyə bilərdi. Onda göre sualı fərqli cür verəcəkdi sənə ki, cavabı Hə. biri ödəsin. Hə. 55'ten sonra 57. 57 ki, bu 1-dən 9-a kimi verir. 1-dən 9-a kimi rəqəmləri düzürəm kənardan. Baxıram. Burada 5 dənə üçbucağı bir dənə ulduza bərabərdirsə, 5 bir tamam. bəli, 1-ləri verirəm bura, 5-i verirəm bura.
Bir getdi, 5 getdi. Bura 5 olsa, 5 O da 2 değil. ağırdır. 2'dən 3 bucağın ağırdırsa, 2 olacak orada. bura verirəm 2-dən 2-nə. 5 ağırdır 4-dən. 2 də getdi. Sonra bu qola gəldim. Burada qara dairə ya 3-3 3 verəcəm. Altdan ağır nəsə var. Ya da 4-4 verəcəm. 8-dən ağır 9 qoymalıyam, düzdürmü? 2 dənə ehtimal var. Ya 3-3 verəcəm. Altdan ağır 7-8 və ya 9 var. Ya da 4-4 verəcəm. 8-dən ağır 9 var. Bax, indi baxıram. Əgər sən bura 3-3 vermək istəsəydin, qara dairələrə. Burada sən bu 3-ün yanına, desən 3 istifadə eləyədin. Yerdə qalan rəqəmlərin hətta gəlib ən böyük 9-u belə qoysan, 12 kilo eləyir. Bu yerdə qalan rəqəmlərin heç cür 12-ni ala bilmirsən axı. Yəni burada hətta sənə belə bir şey deyim. Ən kiçik minimum ehtimalı desən 4-ləri verin bura, 8 kilo eləsin. 8-in yanına 6 qoyun. Bu 14 edir, bu 12 edir. Taraz olmur axı şu anda. Yəni sən dairə 3 verdiyi müddətcə heç cürə burada tarazlıq yarada bilmirsən. O tarazlıq yarada bilmirik deyə biz gəlirik. Qara dairəni 3 yox 4 götürür. 8 kilo eləyir. 8-dən ağır nə var? 9 var. 4 getdi, 9 getdi. Qara dairə 4-dürsə. Burada bax əlimdə 3 qal baxmam. 3-ü verirəm pluslara. 6 kilo eləyir. 6 kilo burada, 4 kilo burada. 2 kilo fərq var. 2 kilo fərqi də 6 ilə 8-dir. 6 ilə 6 edir 12, 4 ilə 8 edir 12. Bir dənə 7 kilo burada istifadə olunmurdu. Məsələn, aşağıdakı fiqurlar artma ardıcıllığını demir sənə. Qara dairən 4-dür. Plusun 3-dür. Ağ dairən 6-dır. Ulduz bax görsən istifadə olunmuyor. Ulduz istifadə olunca deməli istifadə olunmayan rəqəm 7-yə bərabərdir. Artma ardıcıllığı ilə deyirsə 2, 1, 3, 4 kimi düzəltəcəm. Cavab olacaq A variantı. Problem var. Evet. Evet, 58. Yani 8'in sol ağır sualda. Burada bir yerdən sonra mütləq ehtimalları yoxlamalıydın. Qısa yola yox etmə. Bax, burada da yenə 1-dən 9-a kimi rəqəmlər verməliyəm. 1-dən 9-a kimi rəqəmlər düzürəm kənarda. Bax, burada baxıram. 9 dənə fərqli figurum var mənim. Birinci tərəziyə baxsam, 9 dənə fərqli figurun hamısı birinci tərəzidə istifadə olunub. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hamısı fərqli-fərqli fiqurlardır. Görsəm, hamısı fərqli-fərqli fiqurlardır. Yəni sən buradakı 9 rəqəmin hamısını buradakı fiqurlara verə bilərsən. Yəni verə bilərsən deyə verərsən onsuz da. Birinə 1, birinə 2, birinə 3, birinə 4 hamısına bir rəqəm verərsən. Yəni ümumilikdə bu 9 rəqəmin hamısı burada istifadə olunacaq. Yəni bunun hamısını cəmləsəm 9, 8, 17, 7, 24, 6, 35, 35, 4, 39, 3, 42, 2, 44, 1, 45 kilo eləyir. Müəllim, burada boz kvadratlardan başlasaq olmaz. Elə bil ki, boz kvadratlara hamısına 1, qara kvadrata 2 versək, 2, 3 bucağa 3, dairəyə 4 versək, misal. Elə. Yox, yox, yox. Oradan başlaya bilməyəsən. Oradan başlasan olsa 1, 2 verin, bax, həmin ehtimal səhv edəcək. Orada çünki bərabərlik yarada biləcəyin ehtimal çoxdur. Mən nə bilim burada hansı ehtimalına gedə bilərəm. Sən burada 1, 1, 1, 2 deyirsən məsələn. Məsələn, bəlkə başqa bir 2, 2, 2, 3 qoyacaq.
Buradan həmin bərabərliyi alacaq. Gör burada nə qədər ehtimal çıxa bilər ortalığa. Burada buradan başlayacaq. 3 fiqur 6 fiqurun ağırdır bax bu hissədən. Və burada bütün rəqəmlərin hamısını istifadə edəndə 5 kilo edir. Əgər bunun 3 dənəsi digər 6-sının ağırdısa, bura gəlib ən böyük qiymətləri ya 9, 8, 7-ni verəcəm ki, 24 eləsin. 24 ağır olsun 21-dən. Ya da 9, 8, 6-nı verəcəm ki, 23 eləsin. 23 ağır olsun 22-dən. Bax 2 dənə ehtimal var. Şimdi sən buranı 22 götürmək istəsəm, tarazda pozularaq yerdəyişmə olur. Ona görə ya buranı 24, buranı 21, ya 23, 22 götürəcəm. 2 dənə ehtimalım var. Yoxlayıram. Tam ki 24, 21 ehtimal yoxlayıram. Deyirəm ki 9, 8, 7-ni verin bura 24 olsun. Qalanlarla verin bura 21 olsun. Aşağıdakı tərəziyə baxsan. Bax qara üçbucaq, ağ dairə, qara kvadrat, boz kvadrat, qara dairə, ağ üçbucaq. 6 fiqurun hamısı burada istifadə olunur. Yəni mən desəm ki, bunların hamısının cəmi 21-dir. Bunu yarı-yarı bölsən 10,5 bura düşür, 10,5 bura düşür. Axı belə şey mümkün deyil. Bu tam çəkdaş olmalıdır. Ona görə deməli mən bunların altısının cəmi 21 götürsəm, ki burada onları yarı-yarı bölə bilmirəm. Ona görə 24, 21 ehtimal avtomatik çöpə gedir. 24, 21 ödəmişsə ikinci ehtimala gedəcək. 23, 22 ehtimalı ilə. Bura olacaq 23. Bura olacaq 22. Ayrıca 22-ni burada mən yarı-yarı bölə bilərəm. 11 kilo düşər bu qolun payına, 11 kilo düşər bu qolun payına. 23-ü də 3 rəqəmin cəmi kimi bunu kalkulada keçmişdi. Buradan böyük rəqəmlərdən 23 alanda 9, 8, 6-nı toplaya bilərəm. Eləyər 23 kilo. Gəldim bax bu qola. 2 dənə fiqurun cəmi bizə 11 kilo verirsə, 11-i mən 2 fiqurun cəmi kimi ala bilərəm. Bax buradakılardan 4-dən 7-dən. Gəlirəm ona görə avtomatik birinə 4 verirəm, birinə 7 verirəm. Biri 4-dür, biri. Çünki 6, 5, 6 istifadə olunub. 8, 8 istifadə olunub. Bir dənə 4-dən 7 qalır. 4-dən 7 olur 11 kilo. Birlərinə qalır 1, 2, 3, 5. Deməli bunların biri 1-dir, biri 2-dir, biri 3-dür, biri 5-dir. Bura kimi sualın var? Şimdi gəldim bu qola avtomatik. Bax boz kvadrat, qara kvadrat, qara üçbucaq, ağ dairə. Bax boz kvadrat, qara kvadrat, qara üçbucaq, ağ dairə. 1, 2, 3, 5 rəqəmlər istifadə olunub. Deməli bunlardan biri 1-dir, biri 2-dir, biri 3-dür, biri 5-dir. Mən bu rəqəmlərdən istifadə edib burada tarazlıq yaratmalıydım. Yəni bu ki, burada ehtimallar yoxdur, tarazlıq yaratmalısan. Burada tarazlıq yaradacağın ehtimal. 2-ni verəcəkdim bura 10 kilo eləyəcəkdi. 1-i verəcəkdim bura 11 eləyəcəkdi. Həmçinin 3-ü verəcəkdim bura 6 eləyəcəkdi. 5-i verəcəkdim bura 11 eləyəcəkdi. 11 11-ə bərabər olacaqdı. Deməli boz kvadratım oldu 2, qara kvadrat oldu 1, qara üçbucaq oldu 3, ağ dairə oldu 5. 11 kilo burada oldu 11 kilo. Burada tarazlıq yaradandan sonra keçirəm son tərəziyə. Bax, burada qara dairə ya 4-dür ya 7. Həmçinin bax ağ üçbucaq ya 4-dür ya 7. Biri 4 idi, biri 7. Bu 4-dürsə bu 7-dir, bu 7-dirsə bu 4-dür. Arada 3 kilo fərq var. Ağ kvadratla da boz dairəyə baxsa, arada 3 kilo fərqi olmalısa bu 9, 8, 6-nı istifadə edirik biz burada. Deməli biri 9-dur, biri 6. Deməli ki 8 gedir boz üçbucağa. 9-un altdan biri bura gedir, biri bura. Bunu da təyin edə bilmirəm. Ya 4 üstəgəl 9 13-dür, 7 üstəgəl 6 da 13-dür.
Ya 6 üstəgəl 7 13-dür, 4 üstəgəl 9 13-dür. 2 dənə ehtimalın var idi. 13 13 13 13. Şucunu təhlil edə bilmirsən, qalıb belə. Sonra qalıb bu vəziyyətdə. 58-də səndən qarı 3 bucağın cavabını istəyir. Qarı 3 bucağı bura tapmış 3-dür. Cavab olur Y variantı. Aşağıda boz dairə ağ kvadrat. Boz dairə ağ kvadrat. Ya bu 9 bu 6-dır, ya bu 9 bu 6-dır. Yəni hər iki ehtimalda cəmi 15-ə bərabər. Cavab olur A variantı. 60-da deyil, mütləq doğru olan variantı seçin. O da bax D variantı idi. Bax diqqət elə. Boz üçbucaq 8 kilodur. Qara dairə ya 4 ya 7. 4 də olsa 7 də olsa 8 ondan böyükdür. Ona görə cavab olur D variantı. Problem olan var. Nə var? Başqa sual olan varmı tərəzilərdən? Belə tərəziləri yekunlaşdırdıq. Tərəzilərdən bu qədər. Bizim hardasa dediyim kimi 5 dənə dərsimiz qaldı proqramı bitirməyimizə. Bu gün xırdapara mövzularımız qalmışlardı. Onları keçəcəm. Bir də xəyali kəslərə baxacaq əsas. Birinci burada arada fərqli fiqurun tapılması var idi. Birinci ona baxaq. Fərqli fiqurun tapılması. Bax 3.5-ə. Bircə dəqiqə qrupa yazım təzə dərsdə başlayırıq, davam eləyək. Birinci 3.5-dən başlayacaq.
Davam eləyək. Fərqli fiqurun tapılması. Burada fərqli fiqurun tapılmasında yeni bir qayda yoxdur. Sadəcə bəzi sual tiplərini göstərəcəm. 3-4 dənəsi. Burada məsələn 5 dənə variant verir. Variantlardan biri digərindən fərqlənir. O fərqli variantı bizdən istəyir. Məsələn, tam 3-cü sualdan başlasam. Bir aşağıdakılardan hansı digərlərindən fərqlidir? Burada bax, A variantında çöldəki fiqurun 5 tərəfi var. İçəridəki fiqurun 6 tərəfi var. B-də çöldəki fiqurun 3 tərəfi var. İçəridəki fiqurun 4 tərəfi var. C-də çöldəki fiqurun 4 tərəfi var. İçəridəki fiqurun 5 tərəfi var. D-də çöldəki fiqurun 4 tərəfi var. İçəridəki fiqurun 3 tərəfi var. Y-də çöldəki fiqurun 3 tərəfi var. İçəridəki fiqurun 4 tərəfi var. Və tərəflərə baxsam, burada 6 idi, burada 5. 1 azaldı. Yəni, belə deyək də, 1 azaldı. Yəni, içəridəki çöldəkindən böyükdür. İçəridəki çöldəkindən böyükdür. İçəridəki çöldəkindən böyükdür. İçəridəki çöldəkindən böyükdür. Burada isə çöldəki içəridəkindən böyük olduğuna görə deməli D variantı digərlərindən fərqlənir. Cavab olur D variantı. Məsələn, sonra bax, məsələn, 7-ci suala baxsaq. Və A variantında fiqur 3 yerə bölünüb, bir dənəsi qaradır. Yəni 3-dən 1 eləyir qara. B variantı 3 yerə bölünüb, biri qaradır. 3-dən 1 eləyir qara. Y variantı 6 yerə bölünüb, 6-dan ikisi qaradır. 6-dan 2 eləyir 3-də 1. Həmçinin D variantı 6 yerə bölünüb, ikisi qaradır. 6-dan 2 eləyir 3-dən 1. Y-də isə 4-dən 1-dir. Yəni, bütün variantlarda 3-dən 1 gedir. Bir dənə Y-də 4-dən 1 getdiyinə görə Y variantı digərlərindən fərqlənir. Cavab olur Y variantı. Yəni, başqa bir suala baxaq. 8-ə. 8-də deyir ki, aşağıdakılardan hansı digərlərindən fərqlidir? Burada 5 variantdan biri digərlərindən fərqlənirsə, ən azı bir fiquru götürüb onun durduğu mövqeyə əsasən cavabı çatmağa çalışacaq. Məsələn, sadə bir şey deyirəm. Burada məsələn, bu ayparıya baxsan, aypara yerləşir ovalla üçbucağın arasında. Məsələn, burada aypara yerləşir ovalla üçbucağın arasında. Həmçinin burada aypara yerləşir ovalla üçbucağın arasında. Burada aypara yerləşir ovalla üçbucağın arasında. Hər birində aypara ovalla üçbucağın arasında yerləşir. Amma burada aypara ulduzla ovalın arasında yerləşir. B variantı digərlərindən fərqlənir. Yəni 4-ündə olduğu mövqe ilə burada olduğu mövqe eyni deyil. Ona görə B variantı A, C, D, Y-də fərqləndiğinə görə cavab çıxır B variantı. Problem var burada. Sonra məsələn, 10-cu suala baxsaq. Deyir 5 variantdan 4 arasında məntiqi bağlılıq var. Bu məntiqi bağlılığa tabe olmayan variantı müəyyən edin. B-dir. Bəli. Burada baxsan A variantından fiqurun 4 tərəfi var. 4-ün kvadratı 16 üstünə 1 gəlib 17 alır. C-də fiqurun 3 tərəfi var. 3-ün kvadratı üstünə 1 gəlib 10 alır. D-də fiqurun 6 tərəfi var. 6-ın kvadratı üstünə 1 gəlib 37 alır. Y-də 8 tərəfi var. 8-in kvadratı üstünə 1 gəlib 65 alır. Hər dəfə kvadratın üstünə 1 gələndə cavabı alır. Amma B variantında ətrafında 7 tərəf var. 7-nin kvadratının üstünə 1 gələndə 50 almalıdır. 48 burada fərqlənir. Deməli, B variantı həmin bu qanun yoluna tabe deyil. Cavab olur B. Məsələn, bu formada olan suallardır. Məsələn, əvvəldəkilərdən də birini göstəreyim. Məsələn, ikinci suala baxaq. 2 ilə 5, 6, hər hansı birini baxaq. Məsələn, 2-yə baxaq. Və içəridə baxsaq, ikinci sualda. Yenə deyir, aşağıdakılardan biri digərlərinə fərqlidir. Buna diqqətdən baxsam, hər birin fiqurun içindəki özünə bərabərdir. Məsələn, bax, dairənin içindəki dairənin özüdür, kiçildilmiş formasıdır. Həmçinin bax, bu fiqurun içindəki özüdür, kiçildilmiş formasıdır. Ayparanın kiçildilmiş formasıdır. Bu fiqurun kiçildilmiş formasıdır. Amma ikinci şəkildə içindəki fiqurla çöldəki fiqur eyni deyil. Çünki içəridəki fiqur bu belə gəlir. Bu belə gəlir. İçindəki fiqur bax, bu formadadır. Yəni, meyilli yoxdur. İçində tamamilə dairəvi gəlir. Amma burada düz gəlib, sonra meyillənməli idi. Ona görə bu içindəki fiqurla çöldəki fiqur eyni deyil. Həmçinin deyə bilər ki, bu söykənmir. Bəli, o da bir əslində fərqlənici xüsusiyyətdir. Prosta bu normalda şəkildə söykənmiş formada olmalıdır. Burada çapda belə düşür. Yəni içindəki fiqurla çöldəki fiqur eyni olmadığına görə ikinci fiqur digərlərindən fərqlidir. Cavab olur B variantı. Problem var burada.
İşte bax, fərqli fiqurun tapılmasına bu qədər. 10 dənə sual idi, 5 dənəsini göstərdim. Keçirəm xəyali kəsiklərə. Xəyali kəsiklər asan bölmədir. Xəyali kəsiklər barəsində ən kimi məlumatlar. Bildiyiniz bu bizim güzgə əkslərimizdir. Yəni yadınızda biz güzgə əkslər keçmişdik fiqur analogiyasında. Bax bildiyimiz o güzgə əkslərin özüdür, yəni demək olar ki, bölmə. Məsələn, xatırladıram biz şaquli güzgünü tapanı necə tapardıq? Şaquli güzgü nə deməkdir? Şaquli güzgü olduğu kimi sağa çevirməkdir. Məsələn, bu beyni çevirirdim sağa doğru. Yaxın-yaxına düşürdü uzaq-uzağa. Sən buna mən üfüqi güzgü versəm, olduğu kimi aşağı çevirirəm. Mən çəpki güzgü versəm, gələ bax belə dayanır. Yəni yaxın-yaxına uzaq-uzağa. WhatsApp gözdə gördüyünüz kimi şaquli gördüyünüz bütün xəttlər üfüqi olur. Üfüqi gördüyün bütün xəttlər şaquli. Məsələn, sənə belə bir fiqur versəm, desəm ki, buna bir dənə çəp güzgü ver. Xacadım o üfüqi dayansın, şaquli dayanacaqdır. Bunun üzərində güzgüyə varsa, əks də güzgüyə baxmalı idi məsələn. Və bu formada. Və bu güzgü əkslərinin əsasına bu xəyali kəslər bölməsi həll edirik. Əvvəlinə asan suallardan göstərirəm. Sualın mahiyyətini başa düşmədən ötürü sonra axırda çətin suallar olar göstərəcəm çətin suallardan biri. Və burada birinci sualda bu həmişə xəyali kəsiklərdə qatlama qırıq-qırıq. Həmişə bax məsələn, qırıq-qırıq xətti görürsüz. Qırıq-qırıq xətt bax görürsən bu formalarda. Deməli bunu yuxarıya doğru və sola doğru qatlayıb ən sonda bax solda bu vərəq alınıb. Solda bu kəsintini aparıbsa, normalda bu kəsintinin özündəki pülsə baxıram, ağ rəngsə, bu niyə qara ola bilər ki? A getdi məsələn. Məsələn, fiqurun özü qaradırsa, burada nə görə ağ ola bilər ki? D də getdi məsələn. Sonra bunu sağa doğru atsam, bu günəş özün burada da göstərməli idi. Burada Y-də göstərməyib, atdım getdi. Sən C variantda bax bu xəttləri görürsünüzmü? Bunu aşağı doğru çevirdikdə xəttlər öz əksini bax gəlib bax burada da görməlidir. Bu xətt özünü bax gəlib bax burada da görməli idi. C-də görmür, ona görə C-də səhv atdım getdi. Cavab olur B variantı. Yəni hər birisi öz əksini görməli idi. Hər birisi öz əksini görəndə cavab çıxır B variantı. Sonra məsələn keçirəm. Və üçüncü suala baxaq. Və üçüncü sualda ümumiyyətlə yadda saxla xəyali kəsiklərdə əksər vaxtı variantlarla işləmək lazımdır. Yəni variantlarla işləmək səni doğru cavab aparıb çıxardacaq. Yəni biz də ona görə çalışaq ki, xəyali kəsiklərdə 90% ehtimallarla variantları işləyib doğru cavaba gedib çıxaq. Sən bax üçüncü sualda baxıram. Birinci fiqurun özünə baxsam kəsintidə. Bax fiqurun uc nöqtəsi necə dayanır? Bax bura diqqət elə. Meyli dayanında düzdürmü? Bax belə dayanıb da. Belə dayanıbsa, bu necə gəlib kvadrat ola bilər ki? Ona görə deməli birinci kvadrat olan ehtimalları atıram gedir. C-də görsən kvadrat verib atdım getdi. D-də kvadrat verib atdım getdi. Sonra bax yuxarısında meyillilik varsa fiqurun özün. Y-də niyə görə meyillilik yoxdur ki? Y-ni də atdım getdi. Sonra mən bu fiquru eyni qaydada bir dəfə sola açanda bu meyilli gəlib sola da düşəcək. Sağa açanda gəlib sağa da düşəcək. Aşağı çevirəndə gəlib aşağı da düşəcək. Yəni 4 bir tərəfdən o meyilliyi görməliyəm mən. A-da hər tərəfdən görürəm. Amma B-də kənarda meyilli yoxdur. Ona görə B gedir cavab qalır nə? A variant. Problem var. Yox. İstəmirsən bax 12-ci suala baxaq. Və yenə deyirəm. 40-40 xətti necə görürsənsə, fiqur həmin 40-40 xəttin üzərinə doğru açmalısan. Məsələn, baxıram. 40-40 xəttə baxıram. Bir də fiquru yuxarı doğru açırıq.
Bir dəfə də tam fiquru aşağı doğru çevirirəm. Birinci bu fiquru yuxarı doğru açdıqda, məsələn, bu ox yuxarı baxsa, əksinə gəlib bax belə baxmalıdır. Yəni, burada bax, birilən kəlbə özünü tamamlamalıdır. Burada çıxıntı kəlbə özünü bax burada göstərməlidir. Sən bax, birinci həmişə sondan əvvəl doğru 40-40 xətti izləməlisən. Məsələn, A-da burada çıxıntı öz əksini görüb A getdi. Y-də ox öz əksini görməyib Y getdi. Sonra C-də burada romb əmələ gəlib. Burada romb əmələ gəlməz, burada görsən, brilyant əmələ gəlir. Ona görə C-də getdi. İkinci 40-40 xətti hansı formadadır? Düzbucaqlı üçbucaq formasında. Yəni mən bunu bunun içində doğru qatlayanda gəlib bax bura düşür. Yəni, bu düzbucaqlı üçbucağı burada qeyd edirəm. Bunu aşağı doğru açdıqda, bax bu fiqurun kəsintisini görürsüz. Bax bunu biraz böyüdüm. Güzgə verəndə bu çıxıntı gəlib özün bax burada göstərməlidir. Göstərməlisə dediyinə görə göstərməyib. Deyən atıram gedir cavab alır bax B variantı. Çünki hər bir hissə öz əksini mütləq görməlidir. Hansı hissənin öz əksini görməmək mümkün deyil. Yəni ola bilər vərəqin altında qalır, hardasa qalır, görməz, o ayrı məsələ. Sən burada normalla bu vərəqi açıramsa, burada kəskin gəlib özünə bax burada göstərməlidir. Ona görə cavab olur B variantı. Bu da getdi. Sonra baxırıq. Məsələn, gəlin birincisindən soruşuram. 15-ci suala doğru cavab nə olacaq? Tapan variantda doğru cavabı yazsın. 2 dəqiqə vaxtınız var. 15-də cavab nə olacaq? Baxaq. Bax. Katlamaya baxıram. Bir dəfə görsən fiqur bax 3 yerə ayırıb 3 dənə A-ya. Və bunun 3-dən birin içəriyə doğru qatlayır. Sonra bir dəfə də tam içəriyə doğru çevirir. Mən birinci bunu sona doğru, sondan əvvəl doğru açanda birinci bunu tamamlamalıyam. Tamamlayanda bax bu dairə gəlib tamamlanır. Bu gəlib öz əksini bax burada göstərir.
Bu dairə öz əksini gəlib bax burada göstərir. Bu çıxıntı öz əksini gəlib bax burada göstərir. Sonra mən bunu əvvəlki formasına qaytaranda fiquru tam çevirmirəm. Ha, diqqət elə bir 31-ni qatlamamışdı içəriyə doğru. Mən də bunun yarısını qatlamalıyım, qaçmalıyım yuxarıya doğru. Bunun yarısını yuxarıya doğru açanda. Bu tamamlayır öz əksini. Bu öz əksini tamamlayır. Bu gəlib öz əksini bax burada görür. Bu çıxıntı özün burada görür. Bu çıxıntı özün burada görür. Sən D-də bu çıxıntı yoxdur, D getdi. Y-də bu çıxıntı yoxdur, Y getdi. C-də dairə tamamlanmayıb, C getdi. B-də də bax bu düz bucağı tamamlanmayıb, B getdi. Cavab qaldı nə? A variantı. Hər birisi öz əksini görməlidir prinsipi ilə fiqurlar açırsan, doğru cavab götürsən gedir. Sonra 24-də bir də baxaq. 24-də. Bax diqqət et hər biri necə güzgüdür? Səhv güzgü. Hər bir çəp güzgü. Birinci bunda çəp güzgü verəndə bax gəldi yəni bax bu formada. Kvadrat yəni bax belə. Sən baxıram. Əsasən B getdi. B-də kvadrat gəlib yaxına durub. Romb yaxında olmalıdır. Yaxın düşməlidir. B getdi. Bax bu fiqur açanda. Romb görsən fiqur dayanıb. Gəlir şaqıl dayanır. Düzbucağı yuxarısında. Düzbucağını qoyuram yuxarısına. Bunun əsasən də baxaq görməz var ki, dəcək. Sağ Y gedir. Kvadrat düşüb yaxına. Sonra baxıram ki, bax. Həmçinin bax C-yə bax. Daha doğrusu A-nın C variantlarında. A-da burada fiqur olduğu kimi saxlayıb. Xeyr, bu şərb şaqulda malda. Sonra nöqtə gəlməlidir. D ilə C-də də fərq bax bu hissədədir. Bu fiqur dayanıb sində gəlib şaqul dayanmalıdır. Və əksi də özün göstərməlidir. Cavab olmalıdır D variantı. Yəni bu necə güzgüyə baxsa, bunun əksi də güzgüyə baxmalıdır. C-də isə ikisi də eyni formada qalır. Fiqur. C-nin atıram cavab qalır nə? D variantı. Problem olan var. Sonra burada 30-cu suala baxırıq. Yəni 30-cu sualda. Və bu fiquru əvvəlki formasına qaytaranda, bax qırıq-qırıq xəttlərə bax, elə bir şey, bunu ortadan kəsməliyəm bu formada. Bunu bir dəfə yuxarı çevirməliyəm, bunu bir dəfə sağa çevirməliyəm. Elə bilən bax bunu diqqət elə, bunu sağa doğru çevirəndə bu ox necə şey bax görsən, güzgüyə doğru baxsa, bu nəticə güzgüyə doğru baxmalıdır. Baş-başa baxmalıdırlar. Həm məsələ nədən ibarət? Sonra sən buna oxşu bir dənə çəp güzgü verdikdə. Məncə ki, bunlar burada baş-başa baxmır. Sən buna güzgü verirsənsə, bunların bir-birinin duruşu dəyişə bilməz. Yəni bunlar necə baş-başa baxsa, buna güzgü əks verəndə də baş-başa baxacaqlar. Və bunlar bu hissədə gəlib bu baş-başa baxmalıdırlar. Sən bax A-da baxıram, belə də baxır, belə də baxır, problem yoxdur. B-də belə baxır, belə baxır, B getdi. C-də belə baxır, belə baxmır, C getdi. Y-də həmçinin Y getdi, D-də həmçinin D də getdi. Bu cavab qalıb biləndən A variantı. Yəni mən bir dənə o fiqurların bir-birinə baxışlarına görə doğru cavabı çıxardırıq, gedir. Öz qaydasında bunlar getdi. Burada gəl bir dənə əsas 34-cü suala baxaq. 34-cü sual. Bunu necə eləyək ki, ekranı yerləşsin. Gəlin belə eləyək. Bir dənə yanında boş fayl açın. Variantları burada qeyd eləyək.
Suala deyir ki, şəkil əvvəlcə 1, 1, sonra 2, 2, ardınca 3, 3 və sonra 4, 4 xətlər üzrə qatlanıb. Ümumiyyətlə, burada yazdıqlarını boş ver. Yəni, burada mahiyyət nədən ibarətdir? Buradakı 4 dənə hissənin 4-ünü mərkəzə gətirmək lazımdır. Hamısı bu sualın yerinə gəlməlidir. Məsələn, bir qatılımı demək ki, məsələn, bunu yuxarı doğru çevirəcəm. 2 qatlayanda bunu sola doğru çevirəcəm. Sonra üçüncündə gətirəcəm mərkəzə, dördüncündə gətirəcəm mərkəzə. Yəni, hamısı gəlib mərkəzdə kəsişməlidirlər. Hamısı mərkəzə düşməlidir. Və bunları mərkəzə gətirəndə də o fiqur olaraq çevirib mərkəzə gətirməyi düşünsən, çaşa bilərsən. Yəni, səni çaşdıra bilər. Ona görə bir yada dediyim kimi çalış, variantlarını işlə. Variantlarını işləyəndə rahat cavaba gedib çıxa bilirsən. Amma məsələn, burada sadə bir şey deyirəm. Onsuz da məsələn, bu fiquru axırda mərkəzə çevirməliyəm, düzdürmü? Ya birinci bunu çevirək mərkəzə. Görə bu nəsə hansı variantlar səhvdirsə, o variantları ataq. Məsələn, birinci bu oxdan başlayıram elə. Bax, xətti çəkdim. Xətti çəkdim. Xətti çəkdim. Çəkdim, çəkdim. 5 dənə az çəkdimdən gözləyim. 1, 2, 3, 4, 5 dənə üç xətt olmalı. 1, 2, 3, 4, 5. Bax, bu ox aşağı baxırsa, mən buna güzgü əks verəndə gəlib yuxarı baxmalıdır. Sən baxıram, C-də baxır, Y-də baxır, A-da baxır. B-də sağa baxdığında B getdi. D-də aşağı baxdığında D getdi. A, C, Y-yə baxıram indi. Sonra bu A, C-də məsələn, bax, baxıram ki, üçbucaq A ilə C-də düz dayanır, Y-də tərs dayanır. Bu üçbucaq indi bir dənə diqqət eləsən, bu üçbucaq aşağı doğru çevirəndə bu üçbucaq gəlib düz dayanmalıdır. Sən bax, baxıram A-da düz dayanıb, C-də düz dayanıb, Y-də isə tərs dayanına görə Y-ni də atdım getdi. A ilə C-nin arasına qaldıq. A ilə C-nin arasında fərqli bir dənə fiqur götürək, onunla A-yə görə hara gəlib dayanmalıdır. Sən baxıram ki, A ilə C-də məsələn, bax, fərqli fiqurla Müəllim, görsən, mən burada başa düşmədim, üzr istəyirəm. Biz nə edirik ki, burada qatlayırıq aşağı doğru hamısını, bəli, bir bəli, suala tərəf hamısını qatlayırıq. bəli, bəli. Güzgü əksi verəndə beş dənə verdim. Bir dənə bu dördüncüyə güzgü əksi verdim. Bunu aşağı endirəndə ox gəldi düz dayandı, üç bucaq gəldi düz dayandı. Buna əsasən 3 dənə variant getdi. A-dan C-də bir dənə dayanıb ödəniş ödəyir. Sadə güzgü əksi vermişik. A ilə C arasında fərqli bir dənə fiqur götürək. Daha məsələn bu 5 bucaqlı var, görsən. A-da düz dayanıb, bu isə aşağı dayanıb. Düzdürmü? Gəl bu 5 bucağını təhlil eləyək. Görək düz dayanmalıdır, yoxsa aşağı dayanmalıdır. Bax, burada baxanda görürəm ki, 5 bucaqlıya. Bax, 5 bucaqlı hardadır? Bax, buradadır, düzdürmü? Sən bunu mərkəzə gətir, necə gətirərsən? Bax, fiqur çəkirəm özüm bax burada. Bax, 5 bucağı bax belə deyəm burada. Bir yana nə dedi mərkəzə gətirəndə? Bunu bir dəfə yuxarı qatlayacağam, sonra sağa çevirəcəm ki, mərkəzə gəlsin. Bunu bir dəfə yuxarı doğru qatlayanda, bax bu fiquru yuxarı doğru qatlayanda. Gəlir bax 5 bucağı bax belə dayanır. Sonra bir dənə onu sağa doğru çevirdikdə, komşunu sağa doğru çevirdikdə. 5 bucaq yenə gəlib bax düz dayanmalıdır. Yəni sən bu 5 bucağını yuxarı çevirib sonra sağa qatlayanda gəlib düz formada dayanmalıdır. Baxıram A-da düz dayanıb, amma C-də bax, C-də aşağı dayanıb baxır. Ona görə deməli C variantı səhvdir. C-ni atıram gedir. Cavab olur A variantı. Yəni bu düz dayanmalı idisə, düz dayandıq variantı bir dənə hansı variantdır? A variantı. Cavab olur A. Suallar var.
Yox. Deməli, bu bir dənə 35 tip də var. Qism qəbula düşən tipdir. Qatlanmalar eyni bu formada olur. Bunu bir dənə sizə saxlayacağım. Bir dənə özü cəhd göstərin. Eləyənməsə gəlin bir yerdə baxarıq. Deməli, 40-a kimi də xəyali kəsirlər. 40-a kimi gedir bu formada. Yəni bir dənə sizə qəbula düşmüş açıq sual göstərin bir dənə. 10 dənə həll eləyək. Ondan sonra xəyali kəsirləri yekunlaşdıraq. Və 96-cı sualda. Bu bizə deyir ki, variantlardan hansılar aşağıda kimi kəsilmiş fərqin açılışı ola bilər? Yəni bizə deyir ki, elə variantlar götürür ki, aşağıdan yuxarıya, sağdan sola qatlayanda mütənasib olaraq bölünsün. Bu mütənasibliyə bölünə bilən variantlar hansı ola olur mənim doğru cavabım? Bir dənə özünü cəhd göstərin. Sizcə burada həmin bu qatlanış formasına uyğun gələn variantlar hansılardır? 2 dəqiqə bax vaxt verirəm. Hansı açılışlar sizcə qatlanış formasına uyğun gəlir? Açıq sualdır. Gəlin baxaq. Birinci səhvləri göstərirəm. 2 səhv idi. Şimdi mən bunu aşağı doğru çevirəndə boxları görürsən. Boxlar necə gəlib olduğu kimi qala bilər ki? Bunlar tərs fırlanmalı idi axı. Belə deyənmalı idilər. 2 getdi ona görə. 4 də səhv idi. Və bunu ortadan kəssəm, boxun ucu necə güzgüyə baxsa, bunun ikisi də güzgüyə baxmalı idi. 4 də getdi. 5-də də problem var. Və bu trapesiyanın yanıma duruşuna diqqət eləyin. Mən buna güzgü əks verəndə bu trapesiya necə olduğu kimi gəlib qalmalıdır. Bu necə ölçüsü arta bilər ki? Bu belə deyənmalı idi. 5 ona görə səhvdir. Və bir də səhv idi. Bir də çox cüzi bax fərq var idi. Və bunu buradan kəssəm,
Bax bu fiqur görürsünüz burada olduğu kimi qalıb. Amma olduğu kimi qalmaz. Buna güzgəç verirəmsə, bu necə ki çöküb, qalxıbsa, buna güzgəç verəndə qalxıb sonra çökməli idi. Qalxıb sonra çökməli idi. Belə olmalı idi. Yəni burada olduğu kimi qaldığına görə, bax görürsüz, bu fiqur olduğu kimi qalıb burada. Olduğu kimi qaldığına görə demək bir də səhvdir, bir də düz deyil. Qalxıb sonra çökməli. Bax burada kim olmalıdır? Bax o filmin fiqur. Bax bu fiqur belə olmalı idi. Buna oxşayan formada. Ona görə bunu da atırıq gedir. Doğru cavab olur 3 ilə 6. 3 və 6. Belə. Xəyali kəsrlərdən də bu qədər. Bizim bir dənə burada hissələrin birləşməsi bölməmiz var ki, təəssüf ki, bu bölmə ilə bağlı bizim deyə biləcəyimiz heç bir məqam yoxdur. Sən bu nə deməkdir? Bax, burada verilən hissələr birləşir, sənə variantlardan birini verir doğru cavab kimi. Məsələn, bax, birinci sual. Bax, bu 4 dənəsini hara istəyirsən çevirə bilərsən, problem yoxdur. Çevir, neyini şeylə, amma bu cavablardan birini al. 4 dənə fiqur verir, çevirib variantlardan birini almalısan. Həmçinin üçdə. Məsələn, bax, birini göstərirəm. Məsələn, üçüncü sualda. Bu fiqurlar necə birləşir bizə? Məsələn, variantlardan birini verirsən. Burada bax, Y variantını verirdi. Bax, bu üçüncü fiquru gətirib bax, buradan qoysaydı. Bu fiquru gətirib bax, buradan qoysaydı. Bu üç bucağı tərs verib bax, buradan qoysam. Bunu da düz çevirib bura qoysam. Y cavabı alınıb. Burada indi ölçülərə düz gəlməyə bilər. Amma qəbulda millimetrinə qədər eyni olmalıdır ölçülər. Yəni burada düz gəlməmə ehtimalı bəzi testlərdə olacaq ki, ölçülər düz gəlməyəcək bizim kitabçada, amma qəbul imtahanında millimetrinə qədər burada ölçülər eyni olur. Yəni sən bir fiqurun ölçün fərqləndirə bilməzsən, millimetrinə qədər eyni getməlidir. Hamısı bu formada gedən sual tipləridir. Və hamısı bu formada variantlardan birləşir, cavablardan birini alır. Variantlar birləşir, bunlardan birini alır. Variantlar birləşir, bunlardan birini alır. Bunu mən necə atacağım? Bu 15 dənə sualdır. Bunu kursun birinci dəfə saytında birləşdirmişdim. Buradakı sualları da birləşdirəcəm. Yəni ki, bu formada hansı, hara necə birləşir, ondan kömək almalıyıq. Məsələn, bax, mən buradan həmin formaları sizə atacağım. Bax, məsələn, burada baxın, hansı fiqur necə birləşib, necə hansı cavab alıb. Bax, olan hamısı birləşmiş forması var. Və birinci sual necə birləşir, hansı variant alır. İkinci sual necə birləşir, hansı variant alır. Məsələn, üçüncü sual, dördüncü sual. Lisən PDF-dəki suallarda bu formada yığacağam. Mən dediyim kimi, ola bilər ki, bizim kitabda yığılan suallar əldə yığılıb sonradan. Ola bilər hansısa ölçülər düz gəlməyə bilər. Amma imtahana millimetrə qədər ölçülər yerinə oturmalıdır. Buna nisbətən dediyim kimi, belə çox bunun qısa bir yolu yoxdur. Bir dəfə belə yoxlayarsınız. Bəlkə bu bir köməyinizə dəyər, nisbətən bir ipucu kimi demək olsa. Məsələn, burada ilk olaraq gəlirsən, məsələn, bu şəkildə yoxdur. Faylı qoyursan bunun üstünə, həmin bu şəkildə faylın üstünə çəkirsən. Faylın üstünə çəkəndə iz qalır axı. Ondan sonra aparırsan variantlarda bir-bir hissələrə, toçkalara birləşdirməyə çalışsan, görün bu hansı toçkaya birləşir. Yəni hansı toçkaya birləşirsə, sən oraya yapışdırdın, sonra gəlirsən eyni qaydada bu bir şəkli çəkirsən, sonra onu aparıb hansı toçkaya yerləşdirməyə çalışırsan. Yəni bu şəkildə toçkaları birləşdirib cavabı ilə çıxarda bilərsən və bir də kəsintilər nisbətən kəsintilər dedim, yəni uc nöqtələrinə baxa bilərsən. Məsələn, burada görürəm ki, belə bir üçbucaq var, məsələn deyirəm. Bu üçbucağın birləşə bildiyi variantları yox deyirəm ilk olaraq. Məsələn, görürəm ki, B-də bura qoya bilərəm, məsələn, A-da bura qoya bilərəm, amma D-dir ki, onu harasa qoysam boşluq yaranır. Məsələn, ölçü var ki, burada düz gəlmirdi. Yəni nisbətən də kənar uclardan kömək alıb bəlkə bir cavaba getmə ehtimalımız ola bilər. Yəni bizim də bir şey dediyim bu biraz xəyali təsəvvür tələb eləyir. Yəni bir şey yadda saxlayın. Ən pis ehtimalla heç olmasa burada olan testləri öyrənək ki, qəbula təkrar düşən sual tiplərindən biridir. Ən azından təkrar düşsə, bildiyimiz suallar olsun ki, rahat yaza bilək. Sonra problem yaşamayaq orada. Deyək ki, bunu bu formada birləşmiş formalarını atacağım sizə. Yəni onun üzərində cəhd göstərin inşallah ki, görən yenirik. Hissələrin birləşməsi bu qədər 15 dənə sualdır.
15 dənə sual baxasınız. Bir də analogiya verəcəm sizə. Yəni verdiyim bölmələrin hamısı xırda-xırda bölmələrdir. Fərqli fiqurun tapılmasında 10 dənə sual idi, 5-nə burada baxdıq. E, hissələrin birləşməsində 15 dənə sualdır cəmi. Xəyali kəsrdə 40 dənə sualdır, 50 dənə analogiya verəcəm. Analogiyadakı orada hər hansı xüsusi bir şey yoxdur, söz oyunu bildiyimiz. Yəni qəbul analogiyadan normal vaxt 3-4 dənə sual düşə bilir qəbul imtahanlarında. Çox zaman bir dənəsi ağır düşür, çətin düşür. Amma digərləri rahat düşür əksər vaxtı. Hesab 50 dənə sual var idi analogiya aid. Deyə analogiya var, söz oyunu var bildiyimiz. 50 dənə sualı bir dənə bunu verəcəm. Bunun bəzilərini göstərim. Bəzi terminlər barədə məlumat verim sizə. Burada məsələn bax, sözlər arasında əlaqə. Canavar ayağın üzərində hərəkət edir. Avtobus təkərin üstündə. Fiqurun bir növü kvadratdır. Ağacın bir növü şam ağacı. Cavab olur B variantı. 3-də. Rübai lirik dillə yazılır. Burada lirik olmalıdır. Lirik epik. Bu lirik dillə yazılanlar əsasən şeir kimi yazılanlardır. Rübai, şeir, bayat, qəzəl zad lirik dillə yazılır. Bu povesti, nağıl dilində yazılanlar isə epik əsər sayılır. Epik əsərdir bax bunlar. Məsələn, bax, quşun bir növü qartaldır. Məməliyin bir növü balinadır. Yadda saxlayın. Balinadır, ördək burundur, sonra yarasadır. Və bunlar məməli gedir. Bunları quş kimi götürmürsünüz. Bunlar sırf məməli sayılır. Müəllim 9-a da baxardıq da o tipli suallara. 9, 10. 9 normal sualdır da. Muğamın bir növü cahargahdır, nəsrin də bir növü hekayədir. Nəsr dilində Onun yazılan bir şey. yanındakı. Bunlar analogiya deyil, axı bunlara da keçməmiş. Bunları keçəcək. Ha, başa düşdüm. Sonra məsələn, bax, burada 15-ə baxın. Ola bilər ki, əlaqə bu formada olar. Məsələn, bax, 15-ci sual bax. 15-ci sualla bağlı bir fikir olan var. Bəli, Antonimlərdir müəllim. qabarma çəkilmədi, rüsxətdə icazə. Yox, qadağa daha doğrusu qadağa. Və burada qabarma çəkilmə əks mənadır. Rüsxət icazə verməkdir. Rüsxətin əksi qadağadır. Cavab olur C variantı. Yəni ola bilər ki, birin sözlər arasında bir, ikinin sözlər arasında bir əlaqədə ola bilər. Yəni bunda problem yoxdur. Bunu nəzərdə saxlayın. Sonra 16. Meyvənin bir növü üzümdür. Arialda şriftin bir növü. Cavab olur C variantı. Arial. Tələbələr birləşir, qrup əmələ gətirir. Yəni tələbələrin toplusu qrup əmələ gətirirsə. Əsgərin də toplusu tağım əmələ gətirir. Cavab olur B variantı. Dur çəkib baxaq. Dur çəkimdən baxaq. Sonra burada bir dənə 39-cu sual səhv idi. 39 xətt deyərsiniz. 39-cu suala baxın. Burada variantlar tamamilə səhv düşüb. Sən burada 38-ə baxaq. Rəmzin bir növü bayraqdır. Hüquqşünasın bir növü vəkildir. Və rəmzimizin növləri bayraqdır, gerbdir, himndir. Bunlar bizim rəmzlərimizdir. Bu vəkildir, prokurordur, sonra hakimdir. Bunlar hamısı hüquqşünasın bir növləri gedir. Hamısı. Cavab olur C variantı. 42. Bax. Qatar stansiyadan sərnişin götürür.
Elə bil ki, qatarla stansiyadan sərnişin götürürük. Buna nisbətən uyğun ol. Avtomobillə idarə sözü düz gəlmir. Təyyarə ilə səmadan səyyar düz gəlmir. Gəmi ilə dənizdən e, turist götürürük. Dənizdən nə götürürük ki? Velosiped, poçtalyon, qapı. Velosipedlə qapıdan poçtalyon götürür. Nisbətən uyğun olan bax burada D variantı kimi görünür bax. Velosipedlə gəlirik qapıdan poçtalyon götürürük. Yəni bir növ nəqliyyat vasitəsi bura harası bir ünvan hardan götürür? Bu da şəxsdir. O məntiqlə velosiped, qapı, poçtalyon. Mənim paştalyon insan değildi. İnsan da, bəli, sərnişin insan da. Velosiped. Paştalyon velosipedlə qapıya gedir. Elə Ardıcıllığı də baxa bilər. Elə də baxa bilərik. Poçtalyon velosipedlə qapıya gedir, sərnişin qatarla stansiyaya gedir. Və yaxud da qatara stansiyada sərnişin minir, velosipedə qapıda poçtalyon şəxs minir də o mənada. Elə də baxa Hə. bilərsən. Aha. Çox sağ ol. Buradan 50 dənə sualdır. Bir də burada terminlər lüğəti var. Mən terminlər lüğətini atacağam sizə. Şu anda 9-a da baxaq. Burada qəssab e, ətdən istifadə edir də. Belə deyək də, qəssab ət üzərində bir iş görür, düzdürmü? E, Neftçi də neft üzərində bir iş görür. Burada deyə bilərsiniz kulinar tort üzərində. Kulinar tortu olmayan bir şeyi yaradır. Sonra dərzi parçadan istifadə edərək paltar yaradır. Yazıcı povesti olmayan bir şey yaradır. Neftçi ilə neftin öz üzərində işləyir, yəni neftlə işləyən bir neftlə işləyir. Qəssab da ətlə işləyən, ətin üzərində əti doğru edir, ətdən nə isə yaradır. Məsələn, parçaları yaradır, belə deyək də, ət üzərində iş görür. Qəssabın gördüyü iş ət üzərindədir. Neftçinin gördüyü iş neftin üzərindədir. Yəni olmayan bir şey yaratmır da bu. Ət onsuz olan bir şeydir. Qəssab olmayan bir şey yaratmır axı. Neft olan bir şeydir. Neftçi də olmayan bir şey yaratmır axı. O mənada. Burada cavab C çıxır. Neftçi neft. Bir də mən burada bunlarla bağlı sizə lüğət atacağam. Burada bəzi qəbul suallarımız olacaq. Orada terminlər bilən olduğumuz suallar var. O terminləri atacağım ki, oxuyaq onlardan məlumatımız olsun ki, yəni bu bildiyimiz dünya görüşüdür. Burada biologiyadan, tarixdən, coğrafiyadan hər yerlə bağlı suallar qabağımıza çıxa bilir. Yəni bizim qabağımıza nə qədər çox yeni söz çıxsa, biz onu bir o qədər öyrənsək, o qədər bizim xeyrimizədir. Sən 3-4 dənəsini göstərim. Bax, membran. Bax, hüceyrə membran. Membran hüceyrənin qoruyucu səthidir, yəni xarici səthidir. İnsanın da xarici səthi dərisidir. Cavab olur D variantı. Sonra zoologiya heyvanları öyrənir. Kinologiya itləri öyrənir. Cavab olur Y variantı. Sonra ornitologiya quşları öyrənir. Və ixtiyologiya nə öyrənir? Balıqları. Bəli, ixtiyologiya balıqları öyrənir elmdir. Sonra bax bu sual. Proloq. Proloq nədir? Əsərin giriş hissəsi. Bəli. Proloq əsərin başlanğıcıdır, epiloq sonudur. Operanın başlanğıcı uverturadır. Bəs operanın sonuna nə deyirlər? Librettoydu. Yox, finish. Finish. Operanın sonu finishdir. Libretto operanın mətninə deyirlər. Bildim. Sonra son küləkdir, şampinyon, Göbələk. göbələkdir. Bəli. Bu bölmədən 3-4 sual düşün minimum. Neon qazdır, Ekvador, Ölkə. Cənubi Amerikada Ölkə. ölkədir. Bəli. Ekvator olsaydı T ilə olanda paraleldir, D ilə olanda Cənubi Amerikada ölkədir. Sonra histologiya hüceyrələri öyrənir. Bəs mikologiya nə öyrənir? Göbələkləri. Göbələk. Göbələkləri, bəli.
dənə də sual göstərim burada. Ha. Burada sonra baxın. Ting ağacın bir budağı, ağacın tingi deyirlər. Budağı kimi bir şeydir. Tingidir. Qulunu isə At. atın balasına deyirlər. Hı. Atın balasına qulunda deyirlər. Dayça da deyirlər. Bəs pişiyin balasına nə deyirlər? Pişiyin balasına mavrı deyirlər. Mavrı. İlk dəfə eşidirəm. Mavrıdır bəli. Mavra. Sorba 95. Qaxac ət qurusudur. Qax Meyvə qurusu. Meyvə meyvə qurusu. qurusu. Meyvə qurusudur bəli. Cavab olacaq. Və bir dənə də burada yadda saxlayan qəbul düşmüş sualdır. Əgər sizə bu şəkildə riyazi vahidlər verirsə, yəni aradakı məsafə siz mütləq rəqəmin yeniliyinə baxsınız bu sual tiplərində. Yəni burada bax, yəni heç vaxt sıralamaya baxma. 1 ton 1000 kiloqramdır. 1 kiloqram 1000 qramdır. Variantlarda da min olan variant axtarıram mən. 1 kilometr 1000 metrdir. 1 metr 1000 millimetrdir. Yəni aradakı vahid min olmalıdır. Min olanda C variantı. 1 kilometr 1000 metr, 1 metrdə 1000 millimetr. Cavab olur C variantı. Yəni arada vahid rəqəmlərlənsə heç vaxt sıralamaya baxmayın. Rəqəmin yeniliyinə baxırsın mütləq şəkildə. Belə. Bunların terminlərini atacağım. Terminlərini də oxuyun ki, nə qədər çox söz bilsə o qədər xeyrimizədir. Əsas da burada biologiya ilə bağlı, fizika ilə bağlı terminlər çox olur. Yəni bizim xeyrimizədir ki, bilsək, yenidən təkrar düşsə, nəsə olsa yaza bilək. Hə, belə. Ev tapşırığı bir analogiyadır, 1.3. Bir də fiqurlardan. Qeyd edirəm nömrələrini bura. Qrupa tapacaq. 1.3, 3.5, 3.6, 3.7. Hamısı bir yerdə o pişik 110-115 sual belə bir şey olmalıdır. 10-50 dənəsi analogiyadır yəni. Bax, gələn dəfiyə bu bölmələri bitiririk. İnşallah gələn səfər fəza fiqurlarına başlamalıyıq. Yəni gələn səfər fəza çox önəmlidir. Məntiqin mətndən sonra önəmli ikinci mövzusudur. Ona görə gələn səfər kifayət qədər önəmli dərs olacaq. Suallar var. Xeyr müəllim. Gecəniz xeyrə qalsın. Da gecəniz xeyrə, sağ olun, özü də müğayət olun. Xeyr müəllim, sağ olun. Siz də. Sağ olun. Sağ olun. Sağ olun, bəli.